qız əksinə lap əladır. Həqiqətən. Yox, mən daha çox qızları sevirəm. Oğlumun bir dənə qızı var, elə bilim mənim dünyamda, həyatımda onunla nəfəs alırım. Əgər insanlar qız uşağını belə sevib, belə dəyərləndirirsə, bəs necə olur ki, hələ də selektiv abort hallarına rast gəlinir? Yəni, qız uşaqlarının doğulmasına imkan verilməməsi halları. Azərbaycanda hər 100 qız uşağına 113 oğlan düşür. Əvvəllər selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi isə vəziyyət əksinədir. Belə ki, 2023-cü il doğulan 112.620 körpənin 59.814-ü oğlan, 52.806-sı qız uşağı olub. Bu da 100 qıza 105 oğlan deməkdir. Oğlan uşaqları qızlardan 7.008 nəfər çox doğulub. 2024-cü il doğulan 102.310 körpənin 54.221-i oğlan, 48.089-u qız uşağı olub. Bu da 100 qıza 113 oğlan deməkdir. Oğlan uşaqları qızlardan 6.132 nəfər çox doğulub. Nəvələrdə fərq qoymuram. Hamısı mənim üçün birdir. Yox, mən yaxşı baxmıram ona. Yəni hər anaya qız lazımdır. Qız ata üçün həmişə əziz olur. Atanı daha çox istəyir də. Ata qızını daha çox əzizləyir, onun nazını çəkir. Oğlan uşağı belə özü böyüyür. Amma ki, qız belədir ki, qucağında nazı ilə oynayırsan belə. Qız daha şirindir. Amma uşaqlar arasında fərq qoymaq düzgün deyil. Bəs gender ayrı seçkiliyinə səbəb nədir? Mütəxəssislər deyirlər ki, bu cəmiyyətdəki stereotiplərlə bağlıdır. Ailələr oğlan uşaqlarının nəslin davamçısı varis hesab etdiklərindən onlara üstünlük verirlər. Bugünkü gündə ən çox və ən populyar uşaqların sayına görə qeyd eləsək, yəni 2 uşaq və nadir hallarda olur ki, 3 uşaq dünyaya gəlir. Bu da sözsüz ki, selektiv abortların artmasına və dünyaya gələn uşaqların sayında, yəni ki, oğlan uşaqlarının sayında müəyyən tendensiya yaradır. Komitə tərəfindən hansı işlər aparılır? Komitə tərəfindən bu gənc ailələrlə mütəmadi olaraq işlər aparılır. Daha çox biz görüşlər, layihələr və təlimlər keçiririk və prioritet olaraq uşağın cinsiyyətinə görə yox, məhz uşaqların sağlam olmasına üstünlük tuturuq. Selektiv abort qanunla qadağandır. Yalnız genetik xəstəlik daşıma ehtimalı olan halda hamiləliyin sonlandırılması mümkündür. Qadınlar üçün yaratdığı fəsadlara gəlincə. Abortun nəticəsi sonsuzluq kimi bir problem yaşana bilər ki, qadın təkrar hamilə qalmaya bilər və fəsadlardan birinə də əgər bu aseptik, antiseptika şəraitinə riayət olunmadan icra olunubsa həmin abort, bu septiki ağırlaşmalarla, sepsis və qadının ölümü ilə də nəticələnə bilən fəsadlar yaşana bilər. Seçim hüququ əlbəttə vacibdir. Amma bu seçim həyatla ölüm arasında fərqi müəyyən edirsə, burada ciddi nəzarətə ehtiyac var. Bu tendensiyanın qarşısı alınmazsa, sabah balans pozular, cəmiyyət öz kökünü itirər. Sabah gec olmadan bugün tədbir görülməlidir. Leyla Cavad, Çingiz Qəniyev, ASTV Xəbər.